Hörmətli Azəriqaz rəhbərliyi, hörmətli Sokar rəhbərliyi, yəqin ki məlumatınız var, bugün Neftçala şəhərində 29 yaşlı gənc bir qadın hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bəli, bu günləri 9B maddəsi ilə hərbi xidmətə yararsız olan, ixtisasla qaz neft sənayesində xəbəri olmayan Mehraz Gözəlov nə qədər Azəriqaz İstehsalat Birliyi, Salyan Regional Qaz İstismar sahəsi, Neftçala xidmət sahəsində rəhbərlik edirsə, belə ölümlərin sayı çox olacaq və hələ də davam edəcək. Bu adam sadəcə olaraq fəhlələri öz evində işlətmək, Azəriqaza məxsus olan texnikadan öz evində istifadə eləmək və s. bu kimi korrupsiya faktları ilə məşğuldur. Bu adamın əmək haqqı ilə Azərbaycanın Qəbələ rayonunda evi var. Hardan alıb bu evi? Bu adamın Bakı şəhərində evi var. Hardan alıb bu evi? Neftçala şəhərində 2 yerdə şəxsi həyətyanı sahəsində evi var. Bax, bütün bunlar onun xidmət sahəsinin baş mühəndisi kimi aldığı əmək haqqı ilə necə ola bilər? Hətta bu yaxınlarda bir yaxın ətrafına belə bir məlumat da verib ki, Qəbələ rayonunda olan evi yüksək vəzifəli bir nazirlə qonşudur və o nazir də buna himayədarlıq edir. Xahiş edirəm, əlaqədar strukturlar bu faktı araşdırasınız və əgər Mehraz Gözəlov fikirləşirsə ki, mən sadəcə olaraq ona böhtan atıram, buyursun versin mənim məhkəməyə. Məhkəmədə görüşərik. Xahiş edirəm, bunları nəzərə alasınız.